məsələ burasındadır ki, siz qeyd edirsiniz ki, Vladimir Putin niyə gəlmədi görüşə? Mən təbii ki, çoxumuz bilirdik ki, o gəlməyəcək görüşə. Yəni ekspertlərin çoxsu da belə bir proqnozlar vermişdilər və öz nümayəndələrini göndərmişdi. Çünki Rusiya tərəfi bilirdi ki, bu görüşdə uğursuzluq olacaq və bu uğursuzluqları özlərinə götürmək istəmir. Yəni dövlət başçısı olaraq, bir məsuliyyət hissi olaraq. Amma bu gün görüş oldu, sadəcə Rusiya olmadan oldu görüş. Bəli, görüş oldu. Sadəcə olaraq burada Ukrayna tərəfi razılaşmadı. Rusiya tərəfinin təklifinə razılaşmadı. Məsələ burasındadır ki, onlar qeyd ediblər ki, Ukrayna qoşunları Xerson, Donetsk və Xarkovdan çəkilsinlər geriyə. Yəni mən işğal etdiyim ərazilərdə tamamilə qalım, amma siz geri çəkilin. Hətta Kursk bölgəsində olan Ukrayna qoşunlarında geri çəkilməsini istəyirdi. Amma Ukrayna buna razı olmadı və bu görüş nəticəsiz başa çatdı. Gözlənilən idi. Məsələlər çoxdur burada. Yəni niyə nəticəsiz başa çatacaqdı? Çünki Ukrayna tərəfi təhlükəsizlik zəmanət istəyir. Avropa tərəfi müharibənin uzanmasını istəyir. Birləşmiş Ştatlar isə tələm-tələsik bir atəşkəs imzaladıb bu müqavilələrdən qazanmaq istəyir. Yəni mineral maddələr haqqında müqavilələrdən tezliklə. Çünki onda Ukraynada sabitlik olmalıdır və Birləşmiş Ştatlar Rusiya təzyiq göstərsə də neft damirində hələ ki bunu tam bacara bilmir. Çünki indiki neft qiymətləri Rusiya sərf edir. Yəni bunun iqtisadiyyatına çox ziyan vurmur. Bəli, Rusiya tərəfi çalışır iqtisadi sanksiyalar onun üzərinə götürülsün, amma tam olaraq buna nail ola bilmirlər. Bəli.